Siz dostlar, deməli qarşıma bir video çıxdı. O video ilə bağlı qısaca öz fikirlərimi ilə öz izləyicilərimlə bölüşmək istəyirəm. Deməli, Xəzər televiziyasında Aytəkin xanımın verilişinin qonağı Dilarə xanımdır. Özəl gününü qeyd edirlər. Aparıcı təqdim edir. Dilarə xanımın özəl gününə təbrik üçün studiyamıza gələn Zəhranı dəvət edirəm. Zəhra deyə gülə-gülə gəlir. Zəhra da Allah rəhmət eləsin, Topuş bacı kimi tanıdığımız Tüzalə xanım Əliyevanın qızı. Anam xatırladı. Körpə qızdır. Və sual edir. Necəsən Zəhra? Deyir, yaxşıyam. Aha, anasını aparıcı atakaya keçməlidir. Bu dedi, yaxşıyam. Bunu necə pis edək? Sual edir. Dilarə xanım sənə kimi xatırladır? Bu nə sualdır verilən uşağa? İndi uşaq yəqin tam anlamayıb, deyir ki, xalamdır. Yo, bununla doymaz. Bununla aparıcı qane olmur. Təkrar sual edir. Ta ki, uşağın, baxın, uşağın yarası qopmayana qədər. Allahdan, Allah ölənlərinə rəhmət eləsin. Dilarə xanım işarə edir ki, yəni bağla da söhbəti. İnsanın özəl günündə niyə insanları ağlatmaq niyyətinə düşürsünüz? Mən bilmək istəyirəm. Həqiqətənmi televiziyalarda gülərək dəvət edib ağlar yola salmaq reytingdir? Mən anlamadım. Elə müğənnilər, meyxanaçılar, aparıcılar var ki, təbii ki, bəziləri. Aktyor, aktrisalar var ki, aparıcıya efir öncəsi deyir ki, mənə bu sualları verərsən də bilirik. Tabi bu uşaq ki, bunu edəsi deyil. Niyə də, niyə? Uşaq deyir, yaxşıyam. Niyə onu pis etməyə çalışırsınız? Heç olmasa uşaqlara etməyin bunu. O, onun anasıdır. Siz istəsəz də, istəməsəz də, onsuz da onu unutmayacaq. Bari gülərək efirə gəlirsə, orada xatırlatmayın. Zaten o unutmur.